Bugün benim Özbekistan'da herhalde 4. 5. günüm falandı. Sizinle de böyle bu 2. gününde. Ben de getireyim yemeği yemiyor. Ondan sonra hazırlayıp sapıracağım müzeye büyük ihtimal. Demek ki bu bizim saflık. Bu bizim saflık. Ben evde hiç bunu da yemiyorum. Bir tane mürəbbə içirəm, bəzən ya da konfet yeyirəm. Mürəbbə sifəni yığışdırır uşaqlar. Mən ən adi etməyi Yalan deyir. Baba dediniz bak. Ben Aygün bir taksiye mindik. Sevinçlə də bir verməyəcək. Bu bizim XL-lər yoxdur taksi olaraq. Sizdə yoxdur taksi? Nə? Böyük taksi yoxdur. Öyle şey bizde yoktu funksiya. Çok geçen günler ve güneşe bakın oradan. Uşaqlar çok güzeldi, çok. Nihayet yani vloga boş restoranlardan başka nəsə qoya biləcəm. Gedir bilet alaq ki, gedək gəzək içində. Para mən Aygün Sevinç bilet tutmam ki 250.000, bura qoyarım indi. Bunlarınki də 60.000. Ucuz almazdı. Açım maketi. Muhammed Al-Харазми. В нем живут разные народы и племена, и они верят в разные религии. Altı zal var. Gecelik ikincisinde çok güzel, çok. Nədir bu Aygün? Kur'an. 7-ci əsr. Самые древние каменные орудия, которые также были найдены в территории современного Узбекистана, в Сагылиса и также в Наманганской области. Bence bu vlog ümumiyyətlə kanalındakı en uzun vlog olacak. O yükseldiğin yerden öyle hızlı düşeceksin ki paşa. Seni öyle bir sallarım ki. Bu heykelləri sübut etmək, məsələn, bu 4-cü əsrdə həmin vaxtlarda Buddizm kimi dinlərə də inancı var imiş. Sıkı danışıram. Yəni ingilis nə qəsər? Buradaki Avesta. Как я сказала, это керамический город. Почему именно керамический город? Гончарные изделия, а также система канализации, которая была найдена здесь, оно было сделано из керамики. И тогда, например, у Соколиты появилось 8 стен, а также 8 входов. Benim müzeylerde en çok sevdiğim şeyler bu zinet eşyalarıdır. Çok güzel. Hakikaten çok seviyorum da bunlar. Дальше у нас уже самое интересное, и это бактрийские женские украшения из натуральных камней, из лазури, а также из бирюзы, а также из золота. Все они у нас оригинальные, были найдены в территории. Kabyorlara bakarak. O. Burada da siz hansı birini seçip, bunlar nedir? Prosto bunu bilmədim. Aha. Hansı birini seçip kolleş eləsiniz. Biri burada çıxır. Burada da nedir bu? Nedir? Greco ne? Надо не разговаривать.
Kriptesiski dilini sen almış. Yunan dilində bizim adımız. İndi bura Qaraqalpaqistandır. Həmin Qaraqalpaqistanda bu biz öyrənirdik Qaraqalpaqistanın yerini, nə bilim nə, coğrafiyada. Müəllimə biz nə edirdik uşaqlar vəbşə. Buravik Kanik, Xarəzm hökmdarları. Savaş Şaban. Burada adım yazıram. Торговцы сагдийский шелк от китайского отличали вот такими допусами. Сагдийский İnnovasiyanın və tarixin birləşməsini bu qədər gözəl ifadə edən ikinci bir muzey çox gözəldir. мужчина, который служит коже животных, Burada da belə uşağı başınızı koyursunuz qulağınıza. Bu mahnı səsi gəlir, bu alətin səsi. Tut gelecek. Müasir rəsm şey. İndi bizi yükləyir. Sevinci ne oldu? Yüzümüze ne oldu bizi? Манили путников. На каждом шагу переплетались мелодии. Эти уникальные базары были местом Aferin. Gördüğünüz her şeye bakın. Gördüğünüz her şeye. Надо просто одинаковые найти. Kirbarini dinləsin. Uşaq qız gedib şu o tərəfə bir tane yerə girdi. Orada Qaraxanlar, Qəznəvilər, Səlcuqlar, Xarəzmlər, Sultanların şəkli göstərildi. Özləri falan ümumiyyətlə göstərildi və tarix oxuyursunuzsa çox maraqlı olacaq sizə bura. Bilirsinizsə çox maraqlı olacaq. Mütləq də yəni, mütləq o qədər gözəldir. İmtahana hazırlaşmaq səbəblərim. Taşkent'e geldik. Taşkent'e gelir uşaqlar. Строим будущее. Новый Узбекистан. Çox gözəldir uşaqlar, çox. Bunlara gələndə bir də möhtəşəm izlə baxanda deyirəm ki, benim orada olmam lazımdı. Bir şey qutardı, çox maraqlıdır, çox. Amma çox güldük də, sevinclə. Və çıxdıq muzeydən, bir saunaya çıxdıq da, yəni bu Özbəkistan havası. Bakıda nə də olmasa veçni, baxın veçni, külək var. Eksi də olsa külək olur. Hava yoxdur uşaqlar, yoxdur. Yox yəni, niyet. Vozduq niyet здесь. Bir də sizə qaranlıqda göstərim. Ay günün ne olacak? Aramızda bir tane düzgün yer. Sevinçli diyesin. Ne olmuştu? Bugün geldim düzeldim videomu. Salam uşaqlar. Bugün 5-ci gündür və nənə babamızla yenə arasa gedirik. BMMS-lara getdiyimiz indi hazırlaşırıq. Darağım nə gündədir? Darağımı təmizləyim. Bu qədər sağ olun. Ya yeməyə gəlir pomidor yumurta. Adı iyi. Nadiyə. Uşaqlar. Donur. Ой, смотрите, как красиво. Голубой прям. Gedirik. Gedir uşaqlar, Ankara. Bizə Ankara'nın yolunu bilirəm. Özüm gedə bilərəm. Baxın, şəhərin mərkəzinə keçiyor. Yaşıllığa baxın. Bizdə 3 tane böyük adamlar gəlib parka. Böyük. Yəni, yerlərdəyik. Yarımı göndərirəm. Özüm burada. Qıraqlara kənardan baxmaq o qədər əyləncəli. Qıraqdan baxmaq o qədər əyləncəlidir ki. Bizi Bakıdakı bundan balaca diye. Vapşə özdə.
Ay düşünürler uşaqlar. Ama keşke kimse bizi çekerdi. Seni yedi Amerikanski gorka. Baş üstə döndük. Yani çok maraklıydı. O kadar bütün yani adrenalin de yani o enerji var ya, o hormon. Ne diyorsunuz da ona? Onu fırladık. Maraklıydı. Они сейчас будут кататься тут. А я боюсь, мне страшно, я не катаюсь. Будем ждать, когда они появятся. И я их засниму. Салам, Надир. Havada da dedim orada. İndi de deyirəmsə təkrar. Bu aile təminənin ağlı yoxdur. Bakıdakı maraqlıdır, amma buradakı konkret səni qorxutmaq üçün eləyiblər. Maraqla yaxınlığın əlaqəsi yox. It's so unusual. Like Bu eğlenceli. Bu böyle bizim yani çok hündür eğlenceydi bu. Hamın tapçıkları yerdedir. Aygün kimi çekir? Aygün yukarı çekir. Yukarını. Korku değil. Bu yer kayıp. Maralı, eğlenceli. Bence ay Allah. Bize de bence mütlak. Böyle bir tane yer. Mütlak da yani. Yemeğe bence inşallah kime yeriz. Sen de istiyormuşum. Bir de ki Aygün'ün dostlarıyla ne yiyeceğim? Mafya oynayacağım. Çok eğlenceli. Bizi çok meraklı gidiyor televizyon. Bizim yaşam kalitesini söyledi. Mafya oynuyorduk. Öldüm. Ve bence bu türdeki mafya kimse çok koydu. Yani çok ağırsız oynadı. Çünkü o zaman iki ben senden şüphelendim. O zaman bütün şüphelerimi üstüme atabildi ve beni öldürdüler. Geldi şahane. Kediye yemek almağa. Aygün gelir. Size pişilerini hiç göstermemişim. Yine ışık sönen gün göstermişim. Şimdi yemek yiyeceğim. Ve yemek yiyip size o anları göstereyim. İlk elə bir ki Özbekistan'a geliş ediyorum. İlk gün falan onu editleyeceğim. İnşallah hesabı paylaşmak istiyorum. Prosto burada paylaşımda Azərbaycan keşfetini düşürmeye bilmiyorum. Çünkü TikTok'ta düşmedim. VPN'den paylaşıram. TikTok VPN'den işletmiyorlar burada. Girirəm TikTok'a, mesela Almanya'ya koşulur da. Alman videolar çıkıyor. Reklamlar Alman dilinde. YouTube'da Özbekistan'da reklam yok. Çaş bezim VPN'e gireyim ki Alman dilinde reklamlar çıkıyor. Hayır kaçma. İndi yemek yiyək. Sonra size video çəkdim. İnşallah düşərəm keşfetə. Amin. Və uşaqlar, bugünlük bu qədər. Çox sağ olun ki, baxdınız. Gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın.